əsas açar, yəni gecənin 1/3-idir. Bu çox mühüm məsələdir. Çünki hədisdə də açıq-aydın gəlir ki, Allah Teala dünya səmasına enər, gecənin son 1/3 qaldığı zaman və deyər ki, dua edən varmı, duasını qəbul edim, istəyən varmı, istədiyini verim, mənə sığınan varmı, onu qoruyum. Və bu hədisə əsasən də sələf alimlərindən, böyük sələf alimlərindən biri Durturşi rahimehullah deyir ki, əgər bir insanın bir ehtiyacı olduğu halda gecənin son 1/3-ni yataraq keçirərsə, o insanın dini anlayışı yoxdur. Yəni bir balaca dini anlayışı, dini fəhmi, fələ isə bir fəqih, yəni o insan fəqih deyil, dini anlayan, dini başa düşən insan deyil. Əgər bir balaca anlayışı olsaydı və xüsusən də bu cür ehtiyacı olduğu halda heç vaxt bu fürsəti əldən verməzdi. Bu fürsəti əldən verməzdi. Deməli, bu cür fürsəti hər bir şeyi əlində olan, kainatı yaradan, hansı ki bir şeyin olmasını istədiyi zaman ol deməklə olursa, ondan istəmirsə, deməli, o insan dini anlayış yoxdur.